Hər vaxt xeyir olsun, dəyərli izləyicilərimiz. Bugün sentyabrın 26-sında texniki analiz nəzər çatacaq. Yəni bildiyiniz kimi gündəmdə olan qızıldır. Bundan öncə demək istəyirəm ki, dünən bizdə Telegram siqnal kanalında, yəni 3 Telegram siqnal kanalı var. Təbii ki, qiymətlər fərqlidir və dünən 3 Telegram siqnal kanallarında bütün əməliyyatlarımız verdiğimiz siqnallar öz əksini tapdı. Yəni ən azından 7 verdiğimiz siqnal mükəmməl dərəcədə deyək ki, öz əksini tapdı və gəlirlə bağladı. Sizə dəvət edirəm ki, həmin siqnal kanalına qoşulasınız. Nömrələr 07985 0025-də qızıl nə edəcək və bugün qızıl hansı nöqtələrə qədər qalxacaq və enəcək. Yəni burada nəzər çatdırıram ki, yəni 3 şərti və ya 4 şərti yaddan çıxartmaq olmaz. Birinci, qızıl 3727-lərdən aşağı keçə bilmir. Əgər bundan aşağı formalaşsa keçib, amma formalaşa bilmir. Formalaşsa sürətli bir enişlər olacaq. İkinci, H4 zaman intervalında kiçik bir downtrend var. Yəni bunu mütləq izləyin. Yəni o qədər də çox dərin deyildir, amma təməl atmayıb downtrenddə. 3, nəzər çatdıraq ki, burada 3 bucaq yaranır. Yəni 4 saatlıq zaman intervalı olursa çox rahat bir şəkildə görə bilərsiniz. Və 4, müqavimət xətti alış əməliyyatlar üçün 3750-lərdən sonra 4 dedik, 5-ci, hətta 4-5 oldu. Deməli, satış əməliyyatı güclü dəstək xətti 3720-lərdir. Nəzər çatdırım ki, dünən biz verdiğimiz əməliyyatlarda və proqnozlarda 3750-dən 3760, 65 və 66-lara qədər yuxarı korreksiyalar idi və bu öz əksini tapdı və gəlirlə bağlandı. Nəzər çatdırım ki, mütləq və mütləq bizim Telegram siqnal kanalında olmasa VIP kanalında, tələbələr üçün olan kanalına üzv olun ki, orada ətraflı məlumat ala bilərsiniz. Keçək biz Bitcoin'ə. Bitcoin dünən biz nəzər çatdırıq ki, 118'lər çox deyək ki, təhlükəli bir zonada, oradan aşağı keçsə, formalsa, satışda təbii ki, 108-400'lərə qədər indi. Bitcoin nəzər çatdıraq ki, yəni qarşıda qorxulu